Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Realın efirində baş həkimin vaxtıdır. Son dövrlər insanların əsasən oturaq həyat şəraitində meyilli olması ilə əlaqədar onurğa xəstəlikləri artıb. Demək olar 20 yaşdan sonra əksər insanlarda ara-sıra bel ağrıları qeyd olunur. Referans Əhmədli filialının nevroloq-alqoloq həkimi Elman Kərimov ilə bel ağrıları və bel fəqəri arası yırtıqlardan danışacağıq. Salam həkim, xoş gəlmisiniz. Salam, çox sağ olun məni verilişə dəvət etdiyiniz üçün. Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun, biz təşəkkür edirik. Həkim, biz nevroloq, nevropatoloq, yəni bu peşə həkimlərini eşitmişik də. Alqoloq sözün düzü mənə də yeni kimi gəldi. İstəyərdim biraz buna izahat verək, daha sonra keçək artıq ağrılardan danışaq. Alqoloq əsasən yəni ki, rus terminin sözündəndir, ağrı deməkdir, ağrı həkimi. Yəni ki, o müddətdə yollanılır alqoloqa, hansı ki, nevroloqlar ya sahə həkimi müalicə elədiyi medikamentoz müalicəsinə tabe olmayan xəstəlikləri yönləndirirlər alqoloqa. Yəni sinir blokadası pasientlər olunur. Yəni ilk olaraq nevropatoloqla, bəli, misal üçün MRT, tomoqrafiya, KT nə lazımdırsa çəkilir. Bəli, müayinədən keçir, nevroloq müalicə eləyir, sahə həkimi və ağrı tabe olmayan, yəni ki, müalicəyə alqoloqa göndərilir və orada sinir sistemisi, sinir kökü blokadosu olunur. Bel və boyun ağrıları deyəndə biz nəyi nəzərdə tuturuq? Nələr ora daxildir? Boyun ağrıları əsasən gəlir 3 tipi var. Birincisi dorsopatiyadır, sonra əzələ yığıntısıdır. Üçüncüsü isə yırtıq, yəni əmələ gəlməsidir. Əsasən spazma, spazm ağrısı, əzələ ağrısı, bəli, əzələ ağrısı. Yəni ki, hər bir insana da yırtıq diaqnozu qoymaq olmaz. Yəni ola bilər əzələ ağrısı, əzələ sindromu deyirlər. Yəni elə bir diaqnoz qoyulur. Bizdə bununla bağlı vəziyyət necədir? Ümumiyyətlə müayinələr sizə nə göstərir? Yəni məsəl üçün elə həkimlər gəlir bizə ki, bax müqayisələr eləyirlər, deyirlər ki, əvvəlki illərə nisbətən indi daha ciddi problemdir də bu bizim insanlarımız üçün. Yəni müraciət edənlər çox olur belə diaqnozlarla. Bəli, bu şikayətlərlə müalicəyə yaxınlaşanlar çox olur. Əsasən gənc yaşlılar 20 yaşdan 50 yaşa kimi, yəni çox əksəriyyəti pasientlərdir. Əsasən bu xəstəliklərdən əziyyət çəkənlər əsasən oturaq insanlar olur, çəkisi çox olan insanlar. Məsələn, özümüz də istifadə edirik çox maşınlardan, yəni oturaq vəziyyətdən, işdə, ofislərdə, yəni bunlardan əmələ gələn xəstəliklərdir. Yaşanmış travmalar olur. Misal üçün 20 yaşında müraciət edən və yaxud da digər yaşlarda müraciət edən hansısa bir travma olur. Misal üçün bəzən belə eşidirəm ki, həkimə getdim, həkim dedi ki, siz uşaq vaxtı travma almısınız, amma indi çıxır onun fəsadları üzə. Bəli, travma olubsa uşaq vaxtı, məsələn üçün 8 yaşında, 7 yaşında travma olubsa, yəni o hansı böyüdükcə o disklər gəri anatomik vəziyyəti aldıqda orada sinir dartılması gedir və onlar ağrı verir, ağrı vəziyyətinə gəzib çıxardır. Yəni biz onu yəni MRT eləyəndə ya digər müayinələr eləyəndə və orada aşkarlayırıq. Disklərdə maye itkisi bel və boyun ağrılarına aiddir? Bəli. Bundan danışaq. Bəli, onlar əsasən yaşlı insanlarda əmələ gəlir. Yəni diz qapaqlarında, qollarda, yəni o maye var, hansı ilıq deyirik ki, o yaşdaşlıqda insanlarda onlar azalır və o gətirir artroza çıxardır. Artrozda da yəni ikinci, üçüncü stepinləri var. Yəni bundan əsasən nevroloq yox, yəni travmatoloqlar məşğul olur. Alqoloq həkim haqqında biraz əvvəl danışdınız ki, bu mərhələli gəlir də. Alqoloqlar sırf ağrıları azaldır. Alqoloq əslində ağrı həkimi sayılır. Ağrıları hansı yolla azaldırsınız? Yəni müalicədirmi, nə bilim korsetlərdir, cərrahidir? Yəni nədir bunun metodu? Yəni alqoloq yəni bayaqları vurğuladıq. Yəni alqoloq bu ağrı həkimi kimi yəni biz məşğul oluruq. Hansı ki elə deyək nevroloqla müalicə tabe olmayan, müalicəyə tabe olmayanlar. Bəli, və ona dərmanlar yeridilir bel fəqərəsinə və əlbəttə burada korsetlərdən də istifadə olunur. Plazma terapiya deyilən bir proseduralar var. Onlardan da istifadə edirik.
və yəni ki, alqoloq orada müalicə eləyir, yəni ona tabe olmayandan sonra, yəni orada cərrahi üsulla müalicə olunur. Həkim, biraz əvvəl dediniz ki, daha çox kompüter qarşısında oturan, yəni və yaxud da sürücülər ola bilər də, peşələri sürücüdür və onlar uzun müddət sükan arxasında olurlar və bunlarda daha çox bu problemlər olur da. Yəni belə insanlar bəs hansı başqa, yəni idmana getməlidirlər daimi olaraq, yoxsa ev şəraitində nələrə yəni diqqət etməlidirlər ki, bu problemlə qarşılaşmasınlar? Bəli, hansı ki insanlar daimi otururlar, yəni ki işdə, yol arxasında, ofislərdə. Yəni bu insanlar məşğul olmalıdırlar, adi gimnastikada məşğul olmalıdırlar, üzgüçülükdə məşğul olmalıdırlar və bu səbəblərə gətirib çıxartmasın, yəni yırtıq dərəcəsinə gətirib çıxartmasın. Problem olmadan, qabaqcadan da qarşısını almaq üçün korset geyinmək məsləhət görürsünüz? Korset xeyr. Korset görmək xeyr, məsləhət görünmür. Bəli, o vaxt olunur ki, kimsə rayon yerlərində, kənd yerlərində, bəli, həkim təyin etməlidir və əgər işləyirsə ağır işdə, bəli, onu geyinməlidir, yəni məsləhət də görünür. Ağır işdə kim işləyirsə, yəni o korsetin istifadə edə bilər 2-3 saat ərzində. Başqa hansı peşə sahibləri bu problemlərə yəni namizəddirlər? Kimlərdə gözlənilir boyun və bel ağrıları? Boyun və bel ağrıları, yəni oturaq vəziyyətdə olan, yəni işdə, genetik faktorla bir əlaqəsi müəllimlər ola var. bilər, həkimlər özləri də bu xəstəlikdən əziyyət çəkənləri də var. O hansı ki uzi həkimlərdir, pasiyan otururlar, emirti həkimlərdir, yəni ofisdə oturanlardır. Adətən bu tip həkimlərə damar cərrahları, damar həkimləri məsləhət görür ki, xüsusi bir corablardan mütləq istifadə edin. Və az hərəkətdən istifadə edən insanlarda yəni bu xəstəliklər yəni çox daha üstün olur. Düşünürəm ki, ümumiyyətlə bədəndə hər bir şey qan dövranının yaxşı olub və ya zəif olması ilə. Yəni bir problem varsa demək ki, sənin qan dövranında zəif idarə olunur. Siz özünüz yəni ki, aydınlıq verim, yəni biz otururuq, oturaq vəziyyətdə bizim əzələmiz qan dövranı eləmir. Yəni ki, zəif edir. Biz gəzəndə 90%, 99% qan dövranı hərəkət edir. Oturuq vəziyyətdə 50%. Yəni bizim belimizdə olan onurğa diskləri, onlar da o qanla qidalanır. Yəni onlar qidalanmadığı üçün, 50% qidalanmadığı üçün, yəni onlarda yırtıq əmələ gəlir, protruzya əmələ gəlir. Ümumiyyətlə, qanın düzgün dövr etməsi, yəni orqanizmimizdə təbii ki, bir çox problemlərin, xəstəliklərin qarşısını alır. Genetik faktorlar burada nə qədər önəmlidir? Misal üçün, biz demək olar ki, 99% xəstəliklərdən danışanda genetik faktora bağlayırıq. Bu beldir, boyun fəqərəsidir, bu yırtıqlardır. Bunların da genetik faktorla bir əlaqəsi var, yoxsa yox? Xeyr, bunların heç bir genetik... Bu sırf individual, yəni insanın... individual, belə quruluşunun öz disklərinin dəyişilməsidir. Yəni mən bunu həmişə vurğulayıram. Yəni bu yırtıqdır, osteoxondrozdur. Bu bir xəstəlik deyil. Yəni bu damar xəstəliyidirmi, böyrək, görək xəstəliyi. Yəni bunlar müalicəyə tabe olan xəstəliklərdir. Amma burada isə bizim oturaq vəziyyətdən ya da ki öz çəkimiz çox olduqdan əmələ gələn xəstəliklərdir. Kilolu insanlara nə məsləhət görürsünüz? Təbii ki, ilk növbədə arıqlamaq o öz yerində. Amma indi bəzi insanlar var ki, arıqlamaq da uzun bir zaman alır da. Yəni heç kim 3 aya o istədiyi formanı ala bilmir axı, düzgün əgər arıqlamadan söhbət gedirsə. Bir də misal üçün belə bir şey var ki, bir də görürsünüz kök insandır. İndi ayağında axsıma ola bilər. Oturdu, durdu, beldi filan. Belə də nə isə narahatlıqlar ola bilər. Amma bunlar çox çəki salanda da bunlarda beli və boyun ağrıları əmələ gəlir. Yəni çəkisi olan çox insanlarda yəni onlar daimi hərəkətdə olmalıdır. Boyu 170, çəkisi isə 180, 190, yəni ki, bel sümüyünə, məsələn, 20 kiloqram, 30 kiloqram ağırlıq düşür. Bəli, bel sümüyü. Yəni, çox vaxtı cavan deyir, mən cavanlıqda ağrımırdı belim, biraz kökəldim, belin bağı ağrıma. Yəni, ona görə ki, o bədən siqnal verir, o çəki belə siqnal verir ki, sənin çəkin çoxdur. Yəni, bel sümüyü o yükü üstündə gəzdirə bilmir və o zaman da insanda disk, sürüşməsi əmələ gəlir. Həkim, bir sponsorumuza təşəkkür edim, ondan sonra davam edək. Azərbaycanın ilk
özəl təcili tibbi yardım xidməti referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub, referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti istənilən məkanda müşahidə. Ətraflı məlumat ulduz 003 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və elə qeyd edim ki, studiyada həkimimiz də referans Əhmədli filialının nevroloq-alqoloq həkimi Elman Kərimovdur. Alqoloq bilməyənlər üçün deyim ki, ağrı həkimi sayılır. Həkim, biz ümumiyyətlə ağrı mövzusunda danışanda nədənsə gözümüzün qarşısına daha çox əks cins nümayəndələri gəlir də, yəni bəylər, kişilər. Yəni nə bilim, ağır, bilmirəm, bu sözlərin bir-birindən bağlılığı var, nədir? Misal üçün, amma kişilər də çox vaxtı, kişi nədir, ağrı nədir, axı, belə deyirlər də. Mən istəyirəm, indi biraz istiqamətimizi dəyişək, yəni mövzu olaraq qalsın, amma hamilə xanımlarımızla bağlı danışaq. Yəni, baxırıq, Allah xoşbəxt eləsin, sağ-salamat övladlarını dünyaya gətirsinlər. Baxırsan ki, arıq, cılız bir qızdır, amma ana olmağa hazırlaşır, çox gözəl bir 9 ay dönəmi yaşayır. Amma bu dönəmdə istər-istəməz kiloda təbii ki, çəkidə artımlar olur. Yəqin ki, sizin qəbulunuza bunlar da müraciət edir. Və ya elə biraz kilolu xanımlarımız var ki, onlar da ana olmağa hazırlaşır və onlarda da kilo demək olar ki, 2 qat artır. Bununla bağlı danışaq. Belə həqiqətən çox gözəl sualdır. Yəni toxundu çox gözəl mövzuya. Yəni çox vaxtı bəli, yəni ki, hamilə qızlarımız, yəni qadınlarımız müraciət edir. Yəni deyir, mən hamilələr kimi heç bir belimdə, yəni boynumda ağrı bilməmişəm, hamilə olandan sonra. Yəni məndə ağrı əmələ gəlir. Yəni onu vurğulayaq ki, yəni hər bir hamilə qadında, yəni bütün bədəndə olan elementlər, yəni təbii ki, onlar dəyişir hamısı. Bəli, və hamiləliyin sroku artdıqca, hamiləliyin müddəti artdıqca, uşaq içəridə çəkisi böyüdükcə və bel sümüyü, fəqrələr sıxılır və başlayır ağrı verməyə. Çəkisi çox olan insan, qadınlar da hamilə olan vaxtı, yəni onlarda da lap şiddətli ağrılar çox olur. Bizim günümüzün əsas formada olmaq üçün bilirsiniz ki, istər xanımlar, istər bəylər idman zallarına müraciət edir. İdman növləri çoxdur. Üzgüçülükdə çox belə fəsad alan görmürəm bel və boyun üçün. Təbii ki, biz peşəkar üzgüçülərdən danışmırıq. Amma trenajor, ən əsas trenajor zallarda, fitness zallarında, elə pilatesin özündə dartınma hərəkətləri deyirik də, biz dartınmalar edirlər. Və təbii ki, gözəl trenerdə məşqçi, yəni insan üçün böyük şansdır. Necə ki, yaxşı həkim, nə bilim, yaxşı müəllim, yaxşı məşqçi də insan üçün tapıntıdır. Amma təbii ki, bütün idman zallarımızda biz heç də peşəkar məşqçilərə rast gəlmirik. Çünki hamısı da idman akademiyasını bitirməyib, hansısa xüsusi bir sertifikatlardan sonra. Bəziləri heç bilmir o sertifikatları necə əldə edirlər, amma gəlirlər zalda və görürsən ki, bir adam artıq şikayət edir ki, bir aydır, misal üçün də bu idman növünə yazılmışam, yəni bədbəxt oldum, qaldım, indi heç bir hərəkət edə bilmirəm. Gəlin biraz da bununla bağlı tamaşaçılarımıza məsləhət verək ki, yəni nələrə diqqət etməlidirlər. Yəni bir hərəkət doğrudan da bizi peşman eləyə bilər. Bu işin məsuliyyəti çox böyükdür əslində. Bəli, bu idman zalına gedəndə də əsasən trenerlərdən məşğul olmalıdırlar, hansı ki, düz istiqamət verir, yəni çox çəki qaldırmadan, başqa bir hansı ki, hərəkəti düzgün eləmədən. Əsasən elə bir nevrologiya üzrə, yəni bir var müalicəvi gimnastika, yəni ki, bel əzələsin, boyun əzələsin, yumşaltmaq üçün. Bəzən idmanda aldığımız kiçik zədələrdən sonra bir hardasa 3 aya yaxın, indi individualdır da dəyişir, 3 ay, 6 ay arası bəzi diskomfortluqlar olur, yəni ağrılar olur. Misal üçün, mənim başıma gəlib. Ümumiyyətlə, ağrı ola-ola idmana davam etmək düzgündürmü? Yoxsa, misal üçün, məndə oldu belə bir şey, ayağımla bağlı. Dartınmada oldu, çünki ondan sonra oldu. Gördüm ki, bir müddət sonra rahat idman edə bilmirəm. Rengen çəkdirdim, heç bir şey yox. Yəni, rengəndə narahat edici bir şey çıxmadı. Və elə formada idmanı davam elətdirmək düzgündür, yoxsa biraz ara vermək lazımdır?
Elə formada bəli, elətdirmək lazımdır, ara vermək burada lazımdır. Yəni ara versəz yenə həmin ildən başsa yenə həmin ağrılar əmələ gələcək. Məsələn 1 saat məşğul olursa 25-30 dəqiqə məşğul olmalısınız və həmin o böyük naqruzka həmin əzələyə verməli deyilsiniz. Yəni biz burada bilirik ki, yəni gimnastika eləyəndə əzələlərdə spazma yaranır və həmin vaxtda onlar ağrılar da verir çox vaxtı. Əlbəttə təbii ki, bir həftədən 10 gündən sonra başlayır buraxmaq. Həkim, manual terapiyaya münasibətiniz necədir? Manual terapiya, məsəl üçün bəzi telefonlara da baxırıq, tez-tez qarşımıza çıxarır. Bir pasiyenti belə uzadırlar, nə bilim, belə boynunu belə vururlar, belə orada da çık belə səslər gəlir. Nə bilim, yəni necədir münasibətiniz buna? Siz bunları eləyirsiniz? Manual terapiya, mən özüm də manual terapiyadan bəli məşğul olmuşam 6 il. Manual terapiyadan məşğul olmuşam. Yəni manual terapiya göstəriş olmalıdır. Həkimin göstərişi. Kim göstəriş verir onun üçün? Nevropatoloq, bəli. Burada birinci nevropatoloq göstəriş verməlidir, travmatoloq göstəriş verməlidir. Bəli, çox adam gedir, boynunu şaqqılladır, ya bilmir. Kimdəsə gördüm, mən də istəyirəm, bəli, boş-boşuna. Xarici ölkədə yəni pasiyentim olub. Yəni ki, manual terapiyadan sonra xanımda sidik saxlamamaq əmələ gəlib. Yəni manual güc verərək, yəni bel yırtıq diskisinə, hansı ki, o da sidin kanaldan nerv gedən. Ciddi problem, bəli, ciddi problem, bəli, zədələnir. Əsasən yəni ki, həmin vaxtı həmin xanıma yəni ki, manual terapiya göstəriş yox idi. Yəni gedib yəni buna baxmalıqdan, yəni MRT kağızına diqqətsizlikdən, yəni xanım o vəziyyətə gəlib çıxmışdı. Mən o görüntüləri izləyirəm, baxıram ki, misal üçün həkim özünü reklam etmək istəyir. Bu da normaldır, mən buna pis baxmıram. İndi hərənin çörəyi bir yerdən çıxır, neynəsin? Həkimdir də, bacarır bunu, göstərir sosial şəbəkələrdə. Çünki sosial şəbəkələr də bu günlərim, yəni bu işlərdə çox aktivdir, çox işlərinə kömək edir. Mən baxıram, bir də görəm, yaşlı da var orada, cavan da var orada. Amma o qədər belə vahiməli görünür də o. Mən elə qorxuram ki, onun görüntülərini də izləyəndə də, misal üçün, həmişə mənə maraqlı idi ki, görəsən bu təyinatı kim verir? Yəni sən öz başına durub bura gedə bilərsənmi? Amma yaxşı oldu, siz dediniz ki, mütləq travmatoloq və nevropatoloq bunu yönləndirməlidir. Bəli, ağrı vaxtı nevroloqa, yəni ki, müraciət eləsinlər, ya sahə həkimi yüngül medikamentoz müalicədən bunların hamısının qarşısı alınır. Yəni ki, ağırlaşmağa çox vaxtı yəni qoymasınlar. Yəni pasiyentlərin gələnlərində 80% ağır vəziyyətdə gəlir. Yəni orada da sağalmaq etibarı yanlış istiqamət və yanlış müayinə, müalicə, diaqnozlar bunlar çox önəmlidir. Masajlara münasibətiniz necədir? Elə bel və boyun yırtıqlarında. Məsəl üçün bizdə axı var, ay uşaq dur, mənim bir kürəyimə masaj elə, bura ağrıyır, nə bilim, belim ağrıyır. Ümumiyyətlə nə dərəcədə düzgündür? Masaj olar yüngül, professional, yəni vurğulayıram, professional masaj. Peşəkarlar tərəfindən. Bəli, peşəkar masajist olmalıdır. Yəni boyun nahiyəsində, yəni ki, bizə deyilən maddə var, ağ bir maddə. Yəni ola heç vaxt bir əl vurmaq olmaz. Yəni elə yenə ki, vurğulayım, yenə bir pasiyentim olub ki, yəni ki, o da baş gicəllənməsi ilə gəlib 2 seans masajı gedib. Masajdan sonra yəni baş gicəllənməsi, yəni ayaq üstə xanım dura bilmirdi, yıxılırdı. Yəni həmin o maddəniz zədələnib. Bir çox vaxtda yəni bizə olur boyun şaqqılladır. Barmaqlar da olmaz? Xeyr, heç bir şey yox. Barmaqlar da olmaz. Bəzi həkimlər deyir ki, xeyirdir, amma bəziləri xeyr, onun heç bir xeyir yoxdur. Boyun oynatmaq heç bir xeyir yoxdur. Əsəciyi, bilsən, həkim əsmə nədəndir? Əsmə. Yəni ki, mən bunu... Məndə əvvəl daha çox idi, amma indi daha azdır. Bilmirəm amma nə ilə bağlıdır. Mən, yəni uşaq olanda... Onlar gəlir əsmə. Yəni ki, mən, yəni ki, subutla xəstələr də var ki, hansı ki, pasiyanın boyunu oynadırlar. Yəni 99% əmin olub deyə bilərəm ki, 50 yaşdan sonra onlarda baş əsmə əmələ gələcək. Yəni ki, çox adam bəli, başını oynadır, əsasən bizdə rayon yerlərində. Yəni digər boynumu şaqqıllat, yəni ki, bəli, onlar o zədələnir 50 yaşdan sonra. Yəni niyə görə 50 yaşdan sonra? 50 yaşdan sonra bədən insanda olan qarmonlar, yəni olan sayı insanda azalır. Arzu edirəm ki, vücudumuzun sütunu sağlam olsun. Çünki doğrudan da vücudumuzun sütunu, onurğa sümüyümüz, fəqərələr, yəni bunlar çox, bütün sinirlər oradan keçir və biz onun sayəsində ümumiyyətlə gəzirik, hərəkət edirik, ayaq üstə dururuq. Beyindir, sadəcə idarə edir. Yəni hər orqanın öz funksiyası var da. Məsəl üçün bəzən biz elə orqanların üzərində belə fokuslanırıq ki, ay ürəyimizdən ehtiyat etməliyik, ay qaraciyərimizdən, amma bəzən heç digər, məsəl üçün
nə bilim, adi baş ağrısıdır, baş gicəllənməsidir deyib keçirik də. Gedim o yarım saat yatım durum keçəcək, amma onun arxasında Allah bilir hansı problemləri başlayır artıq. Həkim, təşəkkür edirəm, çox sağ olun gəldiyiniz üçün. Siz sağ olun. Və qeyd etmək istəyirəm ki, studiyada qonağımız Referans Əhmədli filialının nevroloq-alqoloq həkimi Elman Kərimov idi. Sağ olun, salamat qalın, sağlamlığınızın qədrini bilin. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır.